Portdayam yükləmə yerinə gəlmişəm və diqqətimi belə bir avtomobil cəlb etdi. Adı haqqında videonun sonunda bəlkə də bilirsiniz. Qiyməti çox cəlb edicidir. Guangzhou'da mexaniki sürətlər qutusu baza versiyası $7500 əldə edə bilərsiniz. Əgər lük istəsəniz əlavə $200 ödəyəcəksiniz. Avtomobilin uzunluğu 4 metrdir, eni də 1.80-dır. 1.5 mühərrik, 109 at gücüdür, 92 benzinlə çalışır, sərfiyyatı 6 litrdir, 16 disk ölçüləridir, ön ötürücüdür. Gəlin interyerinə nəzər yetirək. Qapıları bunlar hamısı plasmasdır. Burada azca süni dəri var, burada plasmasdır. Mənim boyum 1.75-dir. Hardasa bir yumruq burada yer qalır. Arxa oturacağa keçim. Hardasa deyərdim ki, işə gedib gəlmək üçün ekonom ola bilər. Təqribən yarım yumruqluqda arxada yer qalır. Maksimal versiyasını Bakı təhvili təqribən əldə edə bilərsiniz $10.500.